Ala gel, kişi, hara tütürürsən? Asması da var deyilənə görə xəstənin. Uzan, qalxma, uzan, qalxma. Sən uzan, qalxma, uzan. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Ali, evdəsən? Nə var, nə yox? Sağ ol. Həmid müəllimdir. Hoş geldin. Rəşad müəllimdir. Nə edirdin? Resmi oturmuştum. Geç. Ha? Kime göre temiz? Gəlmişik sən aparmağa müalicəyə. Hoş geldin. Getmək istəyirsən? Sən deyilənə görə sən neçə dəfə məşğələdə yatmısan psixiatriyada? 2 dəfə? Neçə vaxt? 9 ay, bir ilde bir. 1 il, 9 ay. Nə ilə bağlı, nəyə görə? Beynimde olan problemlerle bağlı. Başın pozulub da, belə deyim. Yani ki başım pozuldu diyende ki beynim zaten böyle oluyor. Ha, indi bax, belə deyək də, bunları indi görürəm babamda. Ezeberiz. Bunları içib, indi beynindəki fəsadlardan biraz bizə danışlar. Beynimdeki fesatlardan diyende ki içip her şeyi unutmak istiyorum, hayatı unutmak istiyorum. Spirt da bunlar. Spirt, ha. Bir de ben sana söz diyeyim. Deyir, Ben her şeyi bitirmişim. İnşallah göydə Allah yerində biz də gəlmişik. Ben senden söz diyeyim. Ben her şeyi bitirmişim. Bir tane sesim kaldı. Gayretim kaldı. Bu gördüğüm var ha. Nail mənə kişilik elədi. Nailə minnətdaram. Yəni mən var ha. Ölüm həddindəyəm. Sən mənə deyinə ip götür, ağız asası adamam özümə. Yəni məndən o yanısı yoxdur. Görmüsən belə xəstə. Allah kömək olsun. Biz də gəlmişik ki, sənə əlimizi uzada yardım Allah sənə canını sağ olsun. Göz və qara basmalar zadlar görünür də. Qara basmalar göstərmir, Nail. Burası ki, nail olmadıqlarını öldürmeyi göstərir. Ha. Mən başqa heç etməyəcəm. Neçənci illərdə məşləqdə olmuşsan burada? 2007. ...2007-2009. Allah kömək olsun. Var, Allah canını sağ olsun. Belə ki, sizin ixtiyarınızdayım. Sağalmaq istəyirsən, müalicə olmaq istəyirsən. Ha? İt kimi. Mən qardaş kimi kömək edirəm, Allah sağ olun. Baş üstə, belə biz də buradayıq da görə. Əl uzadırıq sənə, can. Bu da Həmid müəllimdir. Həmid müəllim də əlindən tut bək-bək. İnşallah. Qardaşlıq eləyəcək sənə. Allah'ın izniyle. Sənin körpələrin də var. Ha? 4 dənə də uşağın var. Uşaqlarına xatir, sağal, bu zirzibildən, bu spirtdən, zaddan başını bıraq. Ağrıysan, ha? Ürəyimə küp ağrı verir. Siz mənə böyle yerimdən mən sağ olun. Əsas səndən istədiyim bilsən nədir? Aycan, Mən dediklərini hər bir şeyə baş üstə dedim. Mənim verdiyim tövsiyələrlə gedib gəlinir. bəli. Sağ ol məni, qurban. Tamam. Nə olar? Bir yetim ananın balası kimi deyirəm sənə. Bir imkanı olmayan kişinin oğlu kimi deyirəm sənə. Heç sinim yoxdur. Mərdananı diyaram qabağında. Sənə qurban olum, mən sağ ol. Söz verirəm ki, əlimdən gələni eləyəcəm ki, Allah səni səni bu bataqlardan çıxardım. Bu zirzibillikdən, bu spirtdir, nədir bu, buralar bütün aləmi qatmısan bir-birinə. Gedək. Oğulsan. Buradan mı çıxır?
biz gedirik indi Azad Yaşayış Özəl Psixiatriya xəstəxanasına, hansı ki orada tibbi yollarla müalicə olunacaq. Lazım bildiyi müddətcə orada saxlanılacaq, sonra isə reabilitasiya mərkəzinə yönləndiriləcək Əli qardaş. 6 ayda orada müalicəsini davam etdiriləcək. Bir il yatmısan orada, bir dəfəyə. Sənədin zadın var. Nə sənədidir o? Dəllik. Həm bu sizin müalicə mərkəzində həm də belə deyim də narkotikdən, içkidən, digər zərərli vərdişlərdən başı gedənlər müalicə ala bilir. Çoxdur, aynen belə deyək də. Mən o vaxtda da videolarda dedim ki, istəyir narkotikdən, istəyir içkidən. Belə deyək də, gəlirlər deyirlər, mən Peyğəmbərəm, mən Allaham, mən özlərlə danışa bilirəm. O nöqtə nəzərdə bugünkü bu Azərbaycanda olan müasir narkotiklar bizim cavanları tamamilə bədbaxt edir. Başına aparır. Bəli. İnşallah da bizim də niyyətimiz odur ki, aparaq bizim həmən o özəl psixiatriyamıza, onu orada bərpa eləyək. Bərpadan sonra yenə də gələrsən, çəkiliş eləyərsən, elə bir yerdə də apararaq bizim reabilitasiyaya yerləşdirək. İnşallah. Sən adam zad öldürmək istəyirsən, ha? Gözünə gəlir elə. Yox. Ha? Bayaq deyirdim ben öldürmək istəyirəm deyirəm, nədir? Özü-özünə qəsd eləmək, özü-özünə qəsd eləmək istəyir. Özümə qəsd. Özün özünə, hə? Səhər tezdəndən duranda hər gün spirt içirsən. Hı? İçir. Gündə neçə dənə içirsən ayəli? Spirtlər. 11 dənə spirt içirsən. Düş bir dənə şeylə, mədəvi rahatla. Düş. Düş bir dənə hava. Hadi. Şu aşağıda bir tane hava değsin. Şu bir tane hava değsin. Al sen. Yaxşısan? Hə? Qaytarmısan? Sonra şət sürgüdür. Pəncərəni aç. Ala yer, kişi, hara tütürürsən? Pəncərəni açdı, məzələnəsən. Vallahi evi tiksin, bura küçə zaddır. Tut əlindən bunu, əlinə tut. Sil ağzı bu. Kürdün batırdın ne bütün buraları şey Ali. Bura şey zattı, burada zibil qabı zattı bura tutursan qardaşım. Təzə maşınlığı gör nə günə qoydun. Olmaz axı belə bura. Ha. Şu aç qapını. Aç qaqa. Hadi hadi gözle gözle. Narahat edən fikirləriniz var sizdə, məsələn? Çox. Məsələn, deyə bilərsiniz, bölüşə bilərsiniz bizlərlə.
Çok şeyler, böyle şeyler sin. Onda değil, eşidiriz. Nay. Gülme. Her kömək edəyəm. Tuberkuloz olmuyor sende. Tuberkuloz keçirməyibsən xəstəliyi. Keçirməsən? Tuberkuloz. Asma, həm tuberkuloz. İndi deyir tuberkuloz olmuşam. Bu dəqiqə mədə sab işdi. Salam, adım Niyazu. Necəsən? Əyləş, rahat ol. Nə narahatçılığın var indi hal-hazırda? Hər şey. Hər şey. Ölüm fikirləri olur? Yuxusuzluq, halsızlıq. Olur bəs gözə görünmələr olsun? Nə şəkildə olur? Cin, şeytan, cücülər, həşəratlar hamısından olur, ha? İndi də var, görürsən? İndi hal-hazırda xəstənin vəziyyəti kafidir. İçkili vəziyyətdədir. Səhər içmirsən bugün, yoxsa necə? Hər gün içirəm. Hər gün. Günə nə qədər içirsən? Nə içirəm? Araq, spirt, hansından qəbul edirsən? Viski, Hər şey. hər şey. Xəstəni ilk növbədə detoks eləyəcək, yəni sistem qoşulacaq, bədən təmizlənəcək. Ola bilər enterosolventlərdən istifadə eləyək, mədə, bağırsaq təmizlənməsi üçün. Antidepressantlar hökmən olmalıdır. Xəstədə suicidal fikirlər var və sözsüz ki, bu psixoz əlamətləri deyirik, yəni gözə görünmələrdir. Bunlar hamısı yanaşı olaraq müalicə olunmalıdır. Bir də daxili orqanlarını yoxlayacaq. Belə xəstələrdə sözsüz ki, daxili orqanlar zədələnir. Ən çox da beyin, ürək, böyrək, qaraciyər. Onları da müayinə edib, lazımi müayinələrdən sonra müalicələr gedəcək. O üçün biraz narahatçılığı var. Yavaş geç. Bir dənə bunun təzyiqində ölç, nəbzində də sonra sistemə başlayalım. Yaxşı. İndi birazdan prosedurlara başlayırlar. Yaxşı, rahat uzan, narahat olma. Uzan, ayaqqabı soyun qaqa. Hə. Əli, ayaqqabı soyun, uzan. Hə. Ay, sağ ol. Ay can. Düzələcəksən, yaxşı olacaq. Narahat olma. Bunun indi ürəyində yoxlayacaq. Təzyiqli nəbzini yoxlayacaq. Asması da var deyilənə görə xəstənin. Əvvəldə tuberkuloz, vərəm xəstəliyi keçirib. Davleniyasına üstündə. Ha. Oldu. Nay. Yüzüm 90 ama görüntüsü de çok. Ayağa bak. Uzan da. Normalde onun damcı. Bir de sistem qoş, Velanium'un diazepexlə. Yaxşı, biraz rahatlaşsın. B qrup vitaminlər də qoş. Yaxşı. Təzyiqi normaldir. Hə, uzan. Sən nə yiyorsun? Uzan. Uzan, qalxma. Uzan, qalxma. Sən can qalxma, uzan. Bu deyil, vərəm keçir.
uzan. Doktor, bu müəssisə haqqında məlumat verərdiniz, izləyicilərimiz də bilsin. Deməli, bu müəssisə özəl psixiatrik müəssisədir, özəl psixiatrik klinikadır. Həm stasionar fəaliyyət göstərir, həm ambulator fəaliyyət göstərir, həm də yarım stasionar. Yəni olur ki, xəstələr gəlir, müəyyən tibbi prosedurlar edirik və xəstə tutaq ki, səhər 9-dan 2-yə kimi sistemlər, dərmanları verilir, müəyyən psixoloqlarla danışıq, reabilitasyon müalicələr, ondan sonra xəstə ev şəraitində müalicəsi davam etdirilir. Aç Əlvi. Rahatsan hani? Burada bütün psixiatrik belə deyək, problemlər üzrə xəstələr müalicə olunur. Dərin depressiyalar ən çox, bipolyar pozuntular, şizofreniya, digər xəstəliklərdən sonra əmələ gələn psixi pozuntular, suicidal xəstələr, psixoz vəziyyətində olan xəstələr burada stasionar müalicə alırlar. Hələlik buradadır. Bizim həkimlərimizin nəzarətinin altındadır. Həkimlər haçan deyəcək ki, bu hazırdır, gəl səni də dəvət eləyəcəm. Yenə də çəkiliş eləyərik yollarına. Aparıb yerləşdirərik bizim reabilitasiyaya. Heç də üzümü tutub buradan müraciət edirəm. Əgər sizin ətrafınızda bu cür alkoqolizmdən əziyyət çəkənlər varsa, baş pozuntuları, psixi pozuntuları olanlar, xəstələr varsa, müraciət eləyə bilərsiniz. Nömrələri qeyd eləyirəm. Zəng eləyin, ətraflı öyrənin, xəstələrinizi yerləşdirin, müalicə alsınlar, sağalsınlar. Oldu. Getdi qardaş. Sağ olun. Sağ olun. Allah'ım. Çok sağ olun. Oldu. Sağ olun. Gördüyünüz bu yer narkomaniyadan, alkoqolizmdən, oyun asılılığından və digər asılılıqlardan əziyyət çəkənləri üçün müalicə mərkəzidir. Azad Həyat Reabilitasiya Mərkəzi. Mən istifadəm olub 30 il, çox ağır istifadəm olub mənim. Çox bir yerdə mən müalicə almışam, çox bir yerdə bağlı yerdə olmuşam, amma istifadədə olmuşam. 12 ay ayıqlığım var. Burada sağalma olmasaydı, mən 12 ay burada qalmazdım. 30 il narkotik istifadəsi olmuşam. 2 il, 3 aydır ayığam. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə almışam. 17 il ağır narkotik istifadə eləmişəm. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 22 aydır ki, ayıq həyat yaşayıram. Azad Həyat Reabilitasiya Mərkəzində yaşından, stajından asılı olmayaraq nəticə almaq olur. Nəticəmiz göz qabağında.